Bax uşaqlar, lövhədə yazmadığım şəkilçilər var. L üstü 4. Baxırsınız şəkilçilərə. Səhifəni deyin. Səhifə 90. 85. 85. Hə, aç sən də. L üstü 4. Dadlı, duzlu. L üstü 4 isim də düzəldir. Yadınızdadır. Soyad düzəldirdi. Hüseynli, Cəfərli. Sonra sız, dadsız, dudsuz. Sız ancaq sifət düzəldir. Bunu çəkilişi ona görə eləmək lazımdır ki, bu şəkilçilər haqqında bir zəfər deyirəm. I üstü 4. Uşaqlar, I üstü 4'ü biz harda görmüşdük? Görüm kimi yadına çıxır? Necə deyəm? Təsirli hal biri də vardı. Nə məmə? I üstü 4 şəkilçi. Nəyin şəkilçi idi? Yeri. I üstü 4. Yeri. Yox, təsirli hal. Başqa nə var idi? Mənsubiyyət yox idi. Üçün şəxsin tək, onun kitabı I. Mənsubiyyət, təsirli hal və növbəti burada badamı, qəhvəyi, gümüşü. Baxın, I üstü 4, bir də orada nümunələrə baxın. Yalnız rənglərə və formalara qoşulur. Forma bir də rəng. Bax, badamı, qəhvəyi, gümüşü rəngdir, armudu formadır. Stəkan var, belə əyri, incə-incə qız oxşayır. Görürsünüz. Aysa o, armudu formadır. Bir dənə budur forma, qalanlar rəng olur. Sonra burada İV də var, uşaqlar. Burada İV ilə, gəl sən də otur bir yerdə baxmısan. Tapmısan? Bir dənə onu saxla, yaddaşa